və həmçinin səbəblərdən pis yoldaşlardır, dostlar. Ola bilər insan yaxşıdır, amma onlarla yoldaşlıq etməsi onun nəticədə sonunu pis qurtarmasına səbəb olur. Necə ki, məsələn, dəlil olaraq, fakt olaraq Abu Talib dünyasını dəyişəndə, axır anlarında Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, ya am qul la ilahe illallah. Ey əmi deyib, la ilahe illallah de, mən Allah qatında sənin üçün mübahisə edim, hüccət gətirim də la ilahe illallah dediyi haqqında. Və yanında olanlar isə ona deyirlər ki, yox, o Abdülmuttalibin dinindədir. Və ona görə deyir, onlara görə deyə bilmir və o cür də ölür. Yəni, buradan dəlil çıxarırlar ki, yəni pis yoldaşlar belə səbəbdir. İnsanın həm yolunu azmasına və həmçində sonunda da sonunun pis qurtarmasına səbəb olur. Ona görə insan çalışmalı. Günaha düşübsə dərhal tövbə etsin, yəni günahda israr etməsin və həmçinin dünyanı da vasitə olaraq götürsün, hədəf olaraq yox. Çünki dünya insanın axirətinə aparan bir vəsilədir, vasitədir, hədəf deyil. Yəni, heyvanda məqsəddir dünya, yeməsi, içməsi, yatması. Heyvanda bir məqsəd, amma insanda əksinə vasitədir. Hədəf insanda axirət olmalı. Və belə olarsa, bu da insanın sonunun yaxşı olmasına aparan səbəblərdən sayılır.